Qədir gecəsi məhşər səhrasına, qiyamət gününə oxşayır. Qiyamət gününün bir adı Yevmül Həsrət, yəni peşmançılıq günü. Amma oradakı peşmançılığın faydası yoxdur. Qədir gecəsində isə peşmançılığın çox böyük faydası var insana. Orada fəryad eləyəsən, qışqırasan, faydası yoxdur. Burada bir dənə ah çəkəsən, xeyri var insana. Baxasan günahlarına, deyəsən heyfkar eyləməzdim. Bu ah çəkməyin çox faydası var insana. Hər kəsin qiyməti Qədir gecəsində onun peşmançılığı ilə ölçülür. Bütün gələcəyimiz bu halımızdan asılıdır. Peşman olanların gələcəyi yaxşı olar. O adamlar ki, keçmişinə peşmandır. Qiyamətdə bəziləri deyər, ya leytəni kuntu turabən, ey kaş torpaq olaydım. Orada o sözün cavabı yoxdur. Amma burada bir adam deyər, kaş torpaq olaydım, bu günahı eləməzdim. Allah çox dəyər verir o sözə. O adamların Qədir gecəsi gözəldir ki, boynunu büküb dayanıb Allahın qabağında peşmançılıq çəkir, xəcalət çəkir. O adamın Qədir gecəsi çox gözəldir. Kaş yaxşı bəndə olardım. Kaş Allaha yaxşı bəndəlik eləyərdim. Təkcə istək yox, peşmançılıq lazımdır.